Salam. Bu videoda sizə yeni bir platforma təqdim edəcəm. Platformanın əsas məqsədi informatika müəllimləri və şagirdlərinin ortaq proqram yaza bilməsidir. Belə ki, Python proqramlaşma dili dərsləri zamanı şagirdlər müxtəlif platformalarda kodlar yazmalı olurdular. Bu da müəllimin zamanını alırdı, tək-tək yoxlamaq və onlara düzəlişlər etmək, bəzi bəyəndiyi kodları digər şagirdlərlə paylaşmaq. Biz bir platforma ərsəyə gətirmişik. İlk öncə müəllim öz hesabını yaradır, ya daha doğrusu otağını yaradır və həmin otağın kodunu şagirdlərə ötürərək bütün şagirdlərin ora qoşulmasını təmin edir. Şagirdlər ora daxil olduqdan sonra hər kəs orada Python kodunu yazır, məsələnin həllini yazır. Müəllim isə istənilən şagirdin hesablarına daxil olaraq kodları incələyə bilir, həmçinin düzəlişlər eləyə bilir və həmçinin bəyəndiyi kodları da şagirdləri ilə paylaşa bilir. Gəlin platformaya keçid edək. İlk olaraq cihazımızın brauzerindən kodla.ripschool.az bu şəkildə yazırıq. Açılan səhifədə müəllim isə otaq yarat, şagird isə otağa qoşul düyməsinə daxil oluruq. Mən hal-hazırda müəlliməm deyə buradan Python dilini seçib otaq yaradıram. Gördüyünüz kimi artıq otaq yaranıb və kodu hər kəsə açıqdır. İndi şagird platformasını yoxlayaq. Buradan da eyni keçidə daxil olaraq kodla ripschool.az. Buradan isə otağa qoşul düyməsinə daxil oluram. Otaq kodu gördüyünüz kimi 826-657-dir. Və ad olaraq, şərti olaraq Kamran yazıram. Şagird kimi artıq qoşulmuşuq. Bir şagirddə nümunə kimi əlavə edək. Buradan da eyni kodla ripschool.az yazaraq daxil oluruq. Otağa qoşul edib və buradan 826-657 daxil edirik. Adını Əli olaraq seçirəm və şagird kimi artıq platformaya daxil olduq. Müəllimin ekranına gəldikdə artıq Kamran və Əli adlı şagirdin bizim platformaya qoşulduğunu görürük. Tutaq ki, şagird tərəfdən print salam sətrini çap edirik və terminal icra olunub, aşağıda salam sətri çap olunub və baxaq burada Əlinin kodunu görə bilirikmi? Bəli, Əli salam yazır. Buradan edit düyməsinə basaraq şagirdin kodunda hər hansı dəyişikliklər etmək, nəyisə silmək və ya bu şəkildə əlavələr etmək mümkündür. Gördüyünüz kimi save etdim. Şagirdin koduna baxdıqda artıq həmin yenilikləri görə bilərsiniz. Eyni ilə buradakı hər hansı yazılan bir sətrin şagird tərəfindən yazıldığını görə bilərsiniz. Ümid edirəm hər kəs üçün faydalı bir tətbiq olacaq. Uğurlar olsun.